Çox dağılmış bir dişin, divarları yoxdur. Fikir veririksə bu dişin bərpasına çalışacaq. Yaxşı, bəs bu dişi necə bərpa edəcəyik? Dişin içində o sinir olan kanalları görürük. 3 ədəd dəlik görürük burada. Bu dəliklərdən sinirləri çıxartmışıq. Bunlara sonra sinirləri çıxartdığımız üçün bunların diblərini kanal bulundu deyilən materiallarla, sillir, fillir, belə bir şeylərlə doldururuq. İndi isə bunu nətər bərpa edəcəyik? Bu boşluğu necə tutacaq onu göstərmək istəyirəm. Boşluğu deməli biz metal güdül hazırlamışıq. Bunun özündən başqa, bu ayaqdan başqa digər 2 ayağı da vardır. Bunları o kanallardan, bayaq gördüyümüz kanallardan birinə keçirdirik. Tamamilə dişin hər tərəfini tutmuş olur. Yandan da görünüşü bu qədər gözəl bir hallı oldu, düzgündən göstərsiniz. İndi buraya ayaqlarını taxacağıq güdüllərin. Digər ayaqları isə bunlardır. Bunu taxaq ora. Tamamen taxdıq ora. Artıq hissəsini də kəsib götürəcəyik. Düzgündən də görürsünüz, artıq hissəsi iz var orada ki, bu izdən kəsib götürəcəyik. Bunlar belə gözəl bir formadadır. Heç bir perforasiya falan yoxdur burada. Bir də rentgeninə bir baxaq. Rentgeninə bir baxsaq, nə qədər riskli bir yonuluş olduğunu görəcəyik burada. Kökün 3'dən 2 hissəsini tutmuş bir versiyada da bu kök. Burada isə artıq bir kanalların istiqaməti belədir. Sillerin izindən görürsək kanalın istiqaməti belədir. Gəlib burada çox minimal həddə dayanmış bir vəziyyətdədir. Kök qırılmasından hər hansı bir qorxumuz yoxdur. Bugünə qədər təxminən 5000 üzəri güdül deyərdim ki işlədim. Hər hansı birində kök qırıntılarına rast gəlmədim. Belə tərzdə dolanlar oldu. Burada da hər hansı bir perforasiyamız yoxdur. Rentgen görüntüsündən də görə burada yoxdur. Belə də manual olaraq da yoxladıq ki, heç bir sıxıntımız yoxdur orada. Bunu sementləyəcəyik. Haradasa bir 2 il gedəsi bir diş idisə, 3 il gedəsi bir diş idisə 10 illərlə pasiyentimizə qulluq eləyəcəkdir. Güdülümüzü bura bol sement içinə yerləşdiririk. Çox bolduca bir sementin içinə.